Qulaq as, başladıq. Başlamış. Okay. Belə deyək. Kayıttayız. Raz. Ədalət, girişə nə verir? Bax. Birinci işimiz məlumat proqramı dönəndə girişə verirsə, verdiyini yazmaq. Düzdür? Okay. Girişə nə verir? Sətir. Düzdür? Sıxıntı var? Əla. İndi bax, bu sətirdən mənə nələr lazımdır? Mədədova. Bu sətirdə mənə ədədlər. Ədədlər lazımdır ki, ədədlərin içindən cütləri təyin edin. Razı? Qəşəng. Ona görə istəsəm indi bunu nə qarmalıyam? Split. Yəni, niyə splitləyirəm? Eyni ölçülü hissələri Atabəy Bayramov doğramaqdan ötürü. Ona görə splitləyirəm. Deyirəm ki, eldə saxla, elə bir piyana saxla. Split. Nəyi? Tıxıtını doğra. Eyni uzunluqlu hissələrə doğra. List niyə eləmirəm? Niyə list konstruktorundan istifadə eləmirəm? Çünki list konstruktoru simvol doğrayır. Aydındır? Bax, incə məqam. Haçan listləyəsən, onu dəndən dəyişdirəsənsə. Məndən nə yox? Kusok dəyişdirirəmsən. Aydındır? İndi bir dənə incə məqam var. Qulaq as. Mən o ədədləri oxuyaraq dəyişdirə bilmərəm. Qulaq as. Niyə? Cümlə qulaq as. Alqoritmin diskretlik xassəsini diqqət eləməksəm, sual olacaqsa, niyə? Çünki ədədi orta, o ədədlərə baxıb qutarandan sonradır. Başa işləyin əlimə istəyirəm. Ədədi orta, o ədədlərə baxıb qutarandan sonradır. Dəyişdirmək isə dəndəndir. Mən dəndən ədədi orta ilə dəyişdirəcəm deyə, ədədi ortanı tapıb qutarıb, yəni bu attım, bu işi bitirib, sonra dəyişmə haqqında düşünməliyəm. Aydındır? İndi başlayıb kodu yazmağa. Deməli, mən ədədi orta hesablamaqdan ötürü nə etməliyəm? Cəm və sayı ehtiyacım var, ilkin qiymətlər olmalıdır. Cəmlə sayının ilkin qiymətini verirəm. Ekran ölçüsü yaxşıdır, böyüdüm. Böyüdün. Cəmin ilkin qiyməti 0. Cəmin ilkin qiyməti 0, sayının ilkin qiyməti 0. Oxuyacağım şeylər nəyin içindədir? Nəyin içində Nicar? Hə, elin. Deyirəm ki, for x, hələ dəyişdirmə işi görmürəm ki. Ona görə indeksdən gəzməsən də olar, hamısını görməliyəm də. For x in L. Aydındır. İndi, bax, mən sətir faiz 2 deyə bilmərəm. Niyə? Faiz 2, yəni qalıq tapmaq mod prosesi, hesablama prosesidir. Hesablama prosesi ədəd tipinə xas bir şeydir. Ona görə nə deyəcəm? Elə bir x-ın ədəd tipində kopyasını yaratdım. Tutduq niyə? İndi deyəcəm ki, əgər ki bu k cütdürsə, nə qar? Bu k cütdürsə nə qar? Cəmə əlavə et bu k-nı, x yox. Bu k-nı, sonra nə var? Sayı bir vahid artır. Bu dövr bitəndən sonra mən artıq ədədi orta hesablaya bilərəm. Hansı halda? Sayı sıfırdan fərqlidirsə, onda deyəcəm ki, əgər sayı sıfırdan fərqlidirsə, bu işi görəcəm. Əksi halda isə heç nə, print sadəcə tıxıtır. Yəni, heç nə dəyişmədən olacaq. Sayı sıfırdan fərqlidirsə, nə işi görəcəm? Ədədi ortanı hesablayıram, sən bölünmüş say. Bəli, hocam. İndi ədədi orta tapandan sonra nə işidir? Dəyişdirmədir, düzdür. Dəyişdirmə prosesidir. Siyahının elementini dəyişdirmək işidir. Siyahının elementini Arif Zeynalov dəyişdirmək üçün hansı qaydaya rəyətləməliyəm? Range ilə, bəli, indekslə müraciətləməliyəm. For in range Bitərrüynə də para getdi çıxdı. For in range sıfırdan nə? Lenel. Sıfır yazması bu. Yazdım da da. Lenel. Sıfırdan lenelə kimi. Yəni elin elementləri. Əgər gözləm. İndi bax. Əgər o cütdürsə. Qulaq as. Əgər o cütdürsə. Bu eli nə tipindədir? Bu eli kənar nə tipindədir? Sətir tipində. Sətir tipi hesablama əməliyyatına girmir. Girdirmək üçün ədəd tipindəki kopyasından istifadə edirəm. Nə deyəcəm? Deyəcəm ki, bu elinin ilk tipində olan halı əgər
en tipində olan halı əgər cütdürsə, nə var? Həmin elini dəyiş. Kənan, 2 balı bu yiyən. Ədəd orta. Sətir tipi yazmamışdın Kənan. Niyə? Niyə? Tutaq ki, burada ədəd orta yazdım. Tutaq ki. Əvəzlədim, çıxdım, dövr bitdi. Yeni sətir yaratmalıyam, düzdür? Nə qaracam? Siyahın elementlərin bitişdirmə əməliyyatına salacam. Yəni, yeni tıxıtır, Ziya Güllarov. Nə olacaq? Boşluğa görə doğramışdım. Boşluq vasitəsilə bitişdirəcəm. Bitişdirmə əməliyyatı join elin elementlərini. Hal-hazırda errorla qarşı-qarşıyam. Səbəb odur ki, join bitişdirmə əməliyyatıdır. Bitişdirmə əməliyyatı ədədlərə xas deyil. Ədədlər bitişdirmə əməliyyatına girə bilmir. Bəs nə ədəddir orada? Ədədə orta ədəd tipindədir. Buna görə ST ədədə orta deyib, bunu edib, həmən hətta buradan ES-ni də siləm, sən xətirlə. Tıxıtıya salıram. Deyirəm ki, print tıxıtı. Okeydir, bəli. Əla, ədəd orta alınmasa dostum, onsuz da bura girməyəcək da. Dost, girmir də. Bu girintiyə girmirəmsə, bu bir. Birinci qorunaqlıq budur, if. İkinci qorunaqlıq da bu ifdir. Onsuz da ora girməyəcək. Bildin nə demək istəyirəm? Aydındır. Sən oradan narahat olmursan, sən buradan narahat olmağa bərsən, oradan narahat olursan. İndi icra ilə bəlkə heç şeyləri üçün biz. Nə deyir? Avtomatik kompilator, interpretator da üçün görə bəlkə səhv deyirik. Birincisi, cüt olan formada yazın. 3, 3, 3. Nəsə belə, enter. Aha, deməli bir dənə yaxşı olardı ki, bunu int tipinə salın. Niyə? Bölmə əməliyyatı float tipi qaytarır, ona görə. Nöqtəli format qaytarır. Problem yazmışlar. Problem yaratmır, yəni o sualın şərtində elə bir məhdudiyyət yox idi. Ədəd ortaları 345-də görünür. 2 dənə 345-lik. Həqiqətən. İndi gəl elə olmayan bir hal yaradaq. Tutaq ki, deyirəm 3, 5, 13, 45, 789. Heç bir sıxıntı yoxdur. Yeni sətir, heç sənin əvəzləri olmuyor. Yəni, bu prosedurdur. Üzərində dəyişilən bir şey dəyişilmirsə olduğu kimi qalır. Heç bir sıxıntı yoxdur. Necə ki, database səhət deyir ki, əgər ki, kiminsə maaşı 500 plusdursa 20% artır. Heç kimin maaşı 500 plusdursa dəymə deməkdir bu olsa. Bu dəymə deməyə ehtiyac yoxdur buna. Aydındır. Bu developmentdə yəni bir qaydadır. Yenidən baxaq, xəta eləyə biləcəyimiz yerlərə baxaq. Zəhmət olmasa, opşi baxaq bir dənə. Deməli, birinci xəta eləyə biləcəyin yer sətir tipində daxil etməmək olardı. Input, error. Niyə? Ədə 3, 4, 5 boşluq isarəsi 2, 3, 4 int format strukturunu ödəmir. Aydındır. Bu səbəbdən dolayı nə olacaqdır? Error. İkinci, buradan erroru sən nəyi səhvləyərdin? Split əvəzinə list konstruktoru istifadə edərdin. List konstruktorunu yalnız və yalnız o vaxt istifadə edərsən. Bulamaz. Əgər sətrin simvollarını dəyişdirmə məcburiyyətindəsənsə üzərində list edirəm, sətri qırıram, sap çıxdı, düzülüş eyni qalıb, nəyi necə istəyirəm, dəyişdirəm, sonra ipə yığıram, qoyuram. Deməli, list eləyəndə də, join eləyəndə, split eləyəndə də yenidən sətir əldə eləmək istəyirəmsə, join eləyəcəm. Sadəcə list eləyəndə heç nəyə görə, yəni sadəcə yapışdırmaq, aydındır. Split eləyəndə nəyə görə böltələmisənsə, ona görə. Qeyd, split, kusok ayırmaq üçündür, aydındır. List, dən ayırmaq üçündür. Simbol. Sonra, niyə cəmlə sayının ilkin qiymətini götürdük? Burada errorla qarşılaşmıyor. İndi bu boşluq teşdə beçərədir. Burada errorla, əgər bunlar olmazsa, bu birinci dəfə girəndə deyəcək ki, C nədir ki? Undefined error, C nədir ki? S0 ilkin qiyməti olmasa, deyəcək ki, S nədir ki? Gördüyün kimi ədədə ortaya ilkin qiymət vermədik. Niyə ilkin qiymət vermədik? Ədədə orta istifadə olunana kimi ədədə orta tapılacaqdır. Bildiyin nə demək istəyirəm, cəm bölünmüşsə və ədədə ortanı tapmaq üçün ədədə ortanın özünə ehtiyac yoxdur. Başa düşdüyün nə demək istəyirəm. Sonra, niyə bu şərti yoxladıq?
Yoxsa burada error olardı. Zero division error. Bəli, zero division error. Real proqramlaşdırmada bunu try exec və yaxud try catch bəli aparır. Real proqramlaşdırmada developmentdə bunu digər deyirlər try catch, burada try exec bir operator var. Error handling prosesi deyirlər buna. Aydındır, erroru tutmaq. Yəni sənin heç ehtimal vermirsən ki, error olar. Ehtimal vermirsən ki, heç error olar. Amma qorxursan, harısa, öyle şeyləri try'in içində yazırlar. Error olanda da proqram ortada dayanmasın deyə. Aydındır, istiqamətdən error hal, try catch deyə bir şey bir il, 2 il sonra biləsiniz nədir. İndi Python'da try exec o, final'la yatma, nəsə işimiz olur. Nədir? Proqram errorla rastlaş, error olanda runtime error olur, adətən orada. İcra zamanı errorla rastlaşanda o proqramı hansı yönə bir növ budaqlandırasan, istiqamətləndirəsən deyədik. Bizi maraqlandırmır, çünki bizdən heç kim soruşmur. Upgrade qəbul proqramında yoxdur. Davam edirəm. Niyə burada indeksinə gəzmə prosesini icra elədik? Niyə? Çünki mən siyahının elementini dəyişdirmək üçün onun yerləşdiyi yerə müraciətləməliyəm. Aydındır. Onu oxuyan dəyişənə yox. For x'in elin içindəki bir nələr ki var, onları bir oxuyan bir şeydir. For in range 0 ilə eli indekslərinə görə gəzib uyğun yerlərə müraciəti təmin edir. Elə bir ki, salır burada bu tam eti, biri var, baxas, nədir bunun adı? Buna nə deyirlər? Parçet. Biri var, parçeti baxar. For x'in prosta parçete baxır. Biri var, o aparaturası var, onu keçirdə, dəyişdirmək üçün çıxarda. Aydındır. Bu səbəbdən dolayı. Niyə int tipinə saldı? Çünki elinin içindəki bir şey sətir tipindədir. Burası splitləmişdik. Aydındır. Hə, orada int inputlərdim, maplə və əsasla map int ellərdim, map listin içində. Sonra da axırda list, map, str ellərdim. Bu bizi problema aparan bir şeydir. Aydındır. Yəni genel kütləvi strukturumuzu çaşdıra biləcək bir şeydir. Ona görə eləmir. Və niyə bəs burada bu işi gördük? Int elədik ki, ədədi orta. Aha, eləməli 4 əsliyi, inşallah. Niyə? Eləməli deyil. Eləməli deyil. Niyə? Çünki ədədi orta əslində etməməliyik. Gəl baxaq. Qiyaqları fikri olaraq elədik. Bir dənə deli. Okey. Niyə eləməməliyik? Çünki qardaş, ədədi orta 32,4 alınsa 32,4 nəvəstəyəcəm, nə olur? Aydındır, bir yaxları prosta fikrini çaşqınlığı mənlədik. Niyə sətir tipinə çevirdik? Sonra joinləyəndə ki, bir daha deyirəm, bax bu iki cümlə səni qəbulda 2 bal itirməkdən qoruyur. 100%. 100% deyirəm. Sətir tipi birləşdirmə, dəndən oxunma, kusok ayırma, uzunluq tapma, bu kimi əməliyyatlara girir. Amma hesablama əməliyyatına girmir. Aydındır. Ədəd tipi isə tam əksinə hesablama əməliyyatına girir. Yəni 357 deyil. 357 bu başqa şeylərdir. 357 357-yə bərabər deyil. O okeydir. Bərabər olmaq üçün int 357 357-yə bərabər ola bilər. Aydındır. Sətirlər dən simvollardan ibarət düzülüşdür. Digər dillərdə bunlar özləri bir arraydir. Aydındır, char array deyirlər. Python dilində isə özü bir tipdir. Aydındır, bitişikdir. Digər dillərdə dedim, əksəriyyətindən deyirəm. İndi hansı bir dildə ola bilər Python kimi olsun, onu deyəm mən. Heç bir şey. Belə keçək qapalı suallara. Okey. Bəli, gedə bilərsiniz. Olur. Tamam. Qapalıdan nə vermişdim mən sizə?